Salam dəyərli dostlar. Yaşıl üzlü testdən söz yaradıcılığından testlərin izahı ilə davam edirik. Birinci testə nəzər salaq. Verilmiş cədvəldən doğru fikri müəyyən etməliyik. Eyni köklü sözlərin kökündəki sözdə heç bir halda amonimlik olmaz. Bu fikir yanlışdır. Eyni köklü sözlərin kökündə amonimlik yarada bilər. Amma bir-birinə münasibətdə amonim ola bilməz. Məsələn, bağdakı sözü ilə bağdakı bağban sözü amonimdir. Kökləri eyni köklüdür bu sözlər. Bağdakı ilə bağban. Kökləri də amonimdir. Ayaqqabı bağı ilə meyvə bağı amonimdir. Amma bir-birinə münasibətdə amonim ola bilməz. Burada fikir yanlışdır. Deməli, amonim ola bilər. Amma qabağına doğru yazıldığı üçün biz bunu doğru cavab kimi götürə bilməliyik. Mürəkkəb sözlərin tərəfləri müstəqil söz kimi morfoloji təhlilə cəlb edilmir. Bu fikir doğrudur. Məsələn, günəbaxan sözünü biz cümlədə görürüksə, gün və baxmaq sözlərini ayrı-ayrılıqda götürmürük. Günəbaxanı bütövlükdə morfoloji təhlilə cəlb edirik. Qabağına yanlış yazıldığı üçün B-ni götürmürük. Dalaşqandır sözündəki ikinci və üçüncü şəkilçilər sözün quruluşunu dəyişməyibdir. Dalamaqdan dalaşqandır. Burada sözün quruluşunu dəyişən yeganə şəkilçisi birinci şəkilçidir. Sadə sözdən düzəltmə söz yaradılır. Ümumiyyətlə bir sözdə bir neçə dənə leksik şəkilçi olarsa, onlardan yalnız biri sözün quruluşunu dəyişir. İkinci, üçüncü şəkilçilər sözün quruluşunu dəyişməyibdir. Bu fikir doğrudur. Qabağına doğru yazıldığı üçün C variantını biz doğru cavab götürürük. Düşünməyin məstərində bitişdir samit işlənibdir. Düşünmək ç'dır. Saitlə başlayan şəkilçi artırıldığı üçün ç'yə əvəzlənməsi baş verir. Burada bitişdirici samit işlənən fikri yanlışdır. Qabağına doğru yazıldığı üçün D bəndində doğru cavab kimi götürə bilmərik. Sadə sözlərin tərkibində qrammatik şəkilçi işlənə bilər. Bu fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün E bəndində götürə bilmərik. 2 ilə davam edirik. Leksik şəkilçilərin şəkilçi qoşulduğu sözün quruluşunu dəyişə bilir. Hansı sözlərdə fərqləndirilən şəkilçi leksik olsa da yuxarıdakı qaydaya tabe olmayıbdır. Baxaq, soyuducular sözündə soyumaqdan soyutmaq. Bu söz düzəltmədir. Ucu da bura qoşulanda yenə də düzəltmə olaraq qalıbdır. Ona görə deməli 1 bizim axtardığımız cavabdır. Burada fərqləndirilən şəkildə sözün quruluşunu dəyişməyib, düzəltmə olaraq qalıbdır. Yenə də dağılmaqdan dağılmaq sadədir, ış artırılıb, bu quruluşunu dəyişib, sadədən düzəltməyə keçibdir. Odundan odunçu, quruluşca düzəltmədir. Fərqləndirilən şəkildə luq artırılıb, yenə də düzəltmə olaraq qalıb. Deməli, quruluşunu dəyişməyibdir. Sevinməkdən sevimli dəki. Sevimli sözü yenə də quruluşca düzəltmədir. Ona dəki şəkilçi artıranda yenə də düzəltmə olaraq qalıbdır. Bu da quruluşunu dəyişməyibdir. 4-ü də götürürük. Gey sadədir. Geymə sözü sadədir. İn şəkilçisi artırılıb, onun quruluşunu dəyişib düzəltmə eləyibdir. Ona görə 5-i götürmürük. Doğru cavab 1, 3, 4 A variantı olacaqdır. 3-cü testdən davam edirik. Deməli, dəyişdirilmişdir və bildirkilərdən. Bu sözləri Eyler-Venn diaqramına müqayisə edib yanlış fikri tapmalıyıq. Deyir, sözün kökü 2 samit, 1 saitdən ibarət deyil. Dəyişdirilmişdir sözün kökü dəyişdi, dəyişdirilmişdir. Bildirkilər sözündə də bildirdi sözün kökü kilərdən. Deməli, sözün kökü 2 samit, 1 saitdən ibarət deyil. Bu hər ikisinə aid olan fikirdir. Hər ikisində də 2 samit 1 saitdən ibarət deyil. Ona görə bir əslində ortaya getməlidir. Ona görə yanlış cavabdır. Biz də yanlış axtardığımız üçün onu doğru cavab kimi götürəcəyik. 2-yə baxırıq. Tərkibində feili bağlama şəkilçisi ilə amonim olan şəkilçi işlənibdir. Bəli, mış şəkilçisi burada feili bağlama ilə amonimdir. Məsələn, hadisədən 5 saat keçmiş və yaxud da keçəndə əndən əvəz eləyə bilirsə feili bağlamadır. Deməli, 2 doğrudur. Biz onu götürmürük. Bizə yanlış fikir lazımdır. 3-ə baxırıq. Kökü və əmələ gəldiyi nitq hissəsi eynilik təşkil edir. Dəyişdirilmişdir sözün kökü dəyişmək feilidir. Əmələ gəldiyi nitq hissəsi də dəyişdirmək feilidir. Bildirki sözündə kökü bildir zərfidir. Əmələ gəldiyi nitq hissəsi də bildir zərfidir. Ona görə 3 doğrudur. Ortada hər ikisinə aiddir. Doğrudur. Bizim götürə bilmərik bu fikri.
4-ə baxırıq. Tərkibində dır üstü 4 şəkilçisi işlənibdir. Heç birində dır üstü 4 şəkilçisi, daha doğrusu birində dır üstü 4 şəkilçisi işlənibdir. Ona görə ortaya yazıla bilməsi yanlış olacaqdır. 5-ə baxırıq. Yolxucudur sözü ilə şəkilçilərin sayı eynidir. Yoldan yoluq ucudur. 3 şəkilçisi burada var, 3 şəkilçisi də burada var. 5 doğrudur. Ona görə götürmürük. Formacı dəyişən bu sözün kökü 2 hecalıdır. Hər ikisinin kökü 2 hecalıdır. Hər ikisi də formacı dəyişdiyi üçün 6 əslində ortaya getməlidir. Ona görə yanlışdır. Deməli, testin doğru cavabı 1, 4, 6, B variantıdır. Sözlərdən birində sifət düzəldən şəkilçinin amonim işlənibdir. Duzlu sözündə elə lu şəkilçisi sifətin özünü düzəldibdir. Yoldan yoluxmaq ucu şəkilçisi ilə burada sifətin özünü düzəldibdir. İllik sözündə lik şəkilçisi sifətin özünü düzəldibdir. Əlaçı sözündə ç isim düzəldib, amma o sifətin düzəldən şəkilçi ilə amonimi təşkil etmir. Hələlik sözü lik burada zərf düzəldən şəkilçidir. Gördüyümüz kimi illik sözündəki, aylıq sözündəki sifət düzəldən şəkilçi ilə amonimi təşkil edir. Deməli, testin doğru cavabı C bəndidir. 5 ilə davam edirik. Hansı variantda fərqləndirilmiş söz sifət kimi düşünülməsi eyniköklük cərgə yaratmaz? Yaşlı, yaşayış, yaşantı. Yaşlı sözünü biz onsuz da bütün hallarda sifət kimi düşünəcəyik. Başqa bir formada düşünə bilmirik. Ona görə A variantı burada testin doğru cavabı ola bilməyəcəkdir. Deməli, qorxulu sözün kökü qorxmaqdır. Qorxmaqdan qorxu, qorxulu. Qorxutmaq sözün kökü də qorxmaqdır, qorxmaqdan qorxutmaq. Əgər biz qorxaq sözünü burada biz qorxaq fe'l kimi götürsək, o zaman digərlərlə eyni köklük yaratmayacaqdır. Burada da biz dedik ki, hansı variantda fərqləndirilmiş sözü sifət kimi düşünülməsə eyni köklük cərgə yaratmayacaq. Deməli, biz bunu sifət kimi yox, fe'l kimi düşünsə digərlərlə eyni köklük yaratmayacaq. Amma sifət kimi düşünsə, qorxmaqdan qorxaq. Bu digərlərinə eyni köklük yaradacaq. Deməli, testin doğru cavabı burada B bəndidir. Gülçü, gülümsəmək. Gülçü sözün kökü gül isimidir. Gülümsəmək sözün kökü isə gülmək fe'lidir. Onsuz da bunlar bir-birinə eyni köklük yaratmayacaqdır. Ona görə C-ni götürmürük. Düzgünlük, düzülmüş, düzdür sözündə. Düzgünlük sözün kökü düzmək fe'lidir. Düzülmüş sözün sözü düzmək fe'lidir. Deməli, düzdür sözünü biz sifət kimi düşünsək, burada dır qrammatik olacaq, digərlərlə eyni köklük yaratmayacaq. Bizə deyir, sifət kimi düşünəndə eyni köklük yaratmalıdır. Ona görə D bəndi də səhvdir. Dərindir sözü digərlərlə eyni köklük yaratmayacaqdır. Ona görə bu sözü sifət kimi düşünsək də, düşünməsək də digərlərinə eyni köklük yaratmayacaqdır. Bütün hallarda testin doğru cavabı B bəndidir. Davam edək növbəti testdən, 6-cı testdən. Deyir, hansı sözlər başlanğıc forması yara olmayan? Əgər bu sözün başlanğıc forması yara deyilsə, deməli bunun başlanğıc forması yardır. Sevgili yar mənasında. A da burada qrammatikdir. Deyir, yara olmayan yara ismi ilə eyni köklük təşkil edir. Başlanğıc forması yara olmayan yara ismi təhlili belədir. Bu söz sadə olduğu üçün digər heç bir sözlə eyni köklük yarada bilməz. Testin doğru cavabı D bəndidir. Əslində çox sadədir. Bir də izah edirəm. Deyir, hansı sözlər başlanğıc forması yara olmayan yara ismi ilə eyni köklük təşkil eləyir? Əgər bu sözün başlanğıc forması yara deyilsə, başlanğıc forması yar olmalıdır. A da burada qrammatik olmalıdır. Bu söz sadə olduğu üçün digər heç bir sözlə eyni köklük yarada bilməz. Testin doğru cavabı D bəndidir. 7-ci testdən davam edirik. Doğru və yanlış cədvəlində doğruları müəyyənləşdirməliyik. Deyir, sıxıcı sözü ilə sıxmaq fe'lindən yaranıbdır. Eyni köklü olması üçün sıx sözdən laş şəkilçisi artırılmalıdır. Bu səhvdir. Çünki sıxıcı sözün kökü sıxmaq fe'lidir. Sıxa laşı artırsaq bu sıx sifət olacaqdır. Ona görə doğrunun altından biri götürmürük. Yoxuş sözü ilə yoxluq sözü eyni köklü əmələ gətirə bilmir. Bu fikir doğrudur. Çünki yoxuş sözü sadədir. Sadə sözlər eyni köklü yaratmır. Doğrunun altından doğru olduğu üçün biz 2-ni götürürük. Formaca dəyişmək eyni köklü sözlər üçün xarakterik ola bilən xüsusiyyətdir. Yəni, eyni köklü sözlər sıxıcı, sıxlaşmaq, daha sonra sıxıcı, sıxdırmaq, sıxılmaq. Gördük, burada formaca dəyişdi, sıxılmaq sözü, sıxdırmaq sözü. Formaca dəyişə bilər.
Yəni o dəyişə də bilər, dəyişməyə də bilər, öz işidir. Bu doğru olduğu üçün yanlışın altına götürülə bilməz. Vurğusu sonuncu hecadı olan düşünməyin sözü, düşünməyin. Deməli, düşünməyin. Aha, bu məsdər kimi olacaqdır. Məsdər kimi olmasaydı düşünməyin. Mamə inkar olacaqdı, vurğu əvvələ düşəcəkdi. Sözü düşüncə sözü ilə eyni köklü əmələ gətirə bilər. Düşünməyin sözündə sadə olduğu üçün o düşüncə sözü ilə eyni köklü yarada bilməz. 4 yanlışdır. Yanlışın altından doğru olduğu üçün testin doğru cavabı B bəndidir. Tərkibinə görə təhlil sxemi müxtəlif cür düşünə bilən sözlər hansılardır? Ayaqlanıbdır sözündə sözün kökü ayaqdır. Kimisə ayaqlayırsan, ayaqlamaqdan ayaqlanıbdır. Bu formada da ola bilər. Bir də ayaqlanıbdır sözü uşaq ayaqlanıb dedikdə ayaqdan lanı bütövlükdə götürəcək. Deməli 1-2 cür təhlil olundu. Yaşlanmışdır sözündə insanın yaşından yaşlanmaq, qocalmaq mənasında mışdır. Bir də yaşlanmışdır sözündə biz yaş sifəti, yəni nəm mənasında, yaşdan yaşlamaq, haransa sulamaq mənasında yaşlanmaqını bu formada düşünəcəyik. Deməli 2-ni də 2 cür təhlil elədik. Daşlaşacaq sözündə möhkəmlənmək mənasında oldu. Daşdan daşlaşacaq bu formadadır. Deməli amma bir-biri ilə daşlaşır mənasını ifadə etsə uşaqlar, daşdan bir-birini daşlayır, daşlamaq, daşlaşmaq bu formada olacaqdır. Deməli, 3-ü də biz 2 cür təhlil edəcəyik. Yollanmışdır sözündə bütün hallarda bu formada təhlil olunacaqdır. Oxumaqdan oxunacaq, yəni bütün hallarda bu formada təhlil olunacaqdır. Ona görə 1, 2, 3 E bəndi testin doğru cavabıdır. Hansı variantda kökü və başlanğıc forması bit olan söz işlənibdir? Bitirməmişəm sözündə sözün kökü bitdi. Vurğu bura irə düşüb, leksik şəkilçidir. Mamə qrammatikdir. Bunun başlanğıc forması bitir olduğu üçün A-nı götürmürük. Bitirməməlidir. Yenə də bit, ir leksikdir. Məli, burada da başlanğıc forması irdir. Bitirir sözündə 2 dənə eyni şəkilçi artırıbsa mütləq biri leksik olacaqdır. Biri qrammatik, eyni formalı şəkilçi. Burada da başlanğıc forması bitirdi. Bitirmiş sözündə vurğu irin üzərinə düşübsə, deməli buradakı mış imişdir. İmiş şəkilçidə qrammatik şəkilçidən sonra artırıldığı üçün ir də qrammatikdir. Sözün kökü bit, başlanğıc forması bit olacaq. Doğru cavab D bəndi. Bitirirsə yenə də eyni 2 dənə şəkilçi varsa biri qrammatik, biri leksik olacaqdır. Başlanğıc forması bitir olacaqdır. Onunla davam edirik. Qorxunc, qorxmaqdan qorxunc, qorxmaqdan qorxuluq, qorxmaqdan qorxudulmuş, qorxmaqdan qorxulu. Sözlərini əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Sözlərin hamısını nəzərə almaqla. Deyir, tərkibindəki feildən isim düzəldən I şəkilçisi işlənibdir. Qorxunc sözünün elə bir şey yoxdur, bir yanlışdır. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Qorxunc sözündə eynidir. Kökü də yarandığı nitq hissəsi də qorxmaq feilidir. Ona görə 2-ni götürmürük. Eyni köklü sözlərdir. Baxaq. Deməli, qorxunc, qorxuluq, hamısının kökü qorxmaq feilidir. Hamısı da düzəltmə olduğu üçün bu doğrudur. Yanlışın qabağına yazıla bilməz. Tərkibində 2 söz düzəldici şəkilçi işlənib. Qorxunc sözü də bir dənədir. Ona görə yanlış olduğu üçün 4-ü götürürük. Sözlərdən birinin tərkibinə görə təhlili müxtəlif cür düşünülə bilər. Elə bir söz yoxdur. Bu yanlışdır, ehtimalın qabağından verilib. Sözlərdən yalnız ikisi isimin xüsusiyyətlərini daşıya bilər. Qorxunc sifət də daşıya bilər. Qorxudulmuş feili sifət kimi daşıya bilər. Qorxulu da sifət kimi daşıya bilər. 3 olduğu üçün bu yanlışdır. Ona görə deməli uyğunluğu müəyyən edin deyir. Ona görə 6-nı biz doğru cavab kimi götürə bilmərik. Deməli, testin doğru cavabı burada D variantı olacaqdır. 11-ci testdən davam edirik. Eyni köklü sözlər müxtəlif nitq hissələrindən yarana bilər qaydasının doğru və yanlış olduğunu müəyyən edərək onu təsdiq edən variantı müəyyənləşdirin. Dostlar, eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır, amma özü müxtəlif nitq hissələrindən yaradıla bilər. Ona görə bu fikir doğrudur. Eyni köklü sözlərin müxtəlif nitq hissələrindən yarana bilməsi doğrudur. Yanlışların üstündən xətt çəkirik. Doğrular qalır. Məsələn, nümunə verək. Düzgün sözü ilə düzgün
lük sözünü götürər, bir də düzdürmək sözünü götürər. Bunlar bir-birinə eyni köklüdür. Amma biri düzmək feilindən yaranıbdır, biri isə düzgün sifətindən yaranıbdır. Deməli, bunlar eyni köklü sözlər müxtəlif sözlərdən yarana bilər. Əsas oda olan kökü eyni olsun. Deməli, doğrudur, eyni köklü sözlər üçün sözün müxtəlif köklərdən yaranması xarakterikdir. Bu səhvdir, kökü eyni olmalıdır, müxtəlif kök ola bilməz. Doğrudur, eyni köklü olan sözlərin kök eyni, yaranma fərqli ola bilər. Bəli, testin doğru cavabı D bəndidir. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Burada fikir verin, istiqamət imiz. Bu sadə olduğu üçün A variantı olmaz. Alışqan, alışmaq, alışıcı. Almaqdan alışmaq ola bilməz. Ona görə B bəndi də testin doğru cavabı ola bilməz. Qandırılma, qanadılma, qandırılma, qanmaq sözündəndir. Qanadılmaq sözü isə qan isimləndir. Qandan qanamaq. Ona görə C bəndi də ola bilməz. İncidilmək, inciməyin. İnciməyin sözü qrammatik şəkilçi olduğu üçün buradakı söz şəkilçilərin hamısı sadə olduğu üçün D bəndi doğru cavab olmaz. Bezməkdən bezdir, icilik, bezməkdən bezikmişəm, bezməkdən bezginlik. Bunların hamısının kökü bezmək olduğu üçün, hamısı da düzəltmə olduğu üçün deməli E variantı testin doğru cavabıdır. Sözlərdən biri tərkibcə digərlərindən fərqlənir. Gəzməkdən gəzinti, görməkdən görüntü, döyməkdən döyüntü, soyumaqdan soyut, soyuducu, ovuntu sözündə isə untu bir yerdə götürülür. Ona görə E variantı testinin doğru cavabıdır. Hansı sözlərin tərkibində dır xəbərli şəkilçi ilə amonim olan dır üstü 4 şəkilçi işlənib. Yəni, dır leksik olmalıdır. Dırın da leksik olduğunu tapmaq üçün həmin o dır artırılmış sözə maq şəkilçisi artırırıq. Gətirdirmək olmaz. Dəyişdirmək olduğu üçün buradakı dır leksikdir. Xəbərli şəkilçisi ilə amonimdir. Yazacaqdırmaq olmayacaqdır. Oxudurmaq olmayacaqdır. İncidirmək olmayacaqdır. Bildirmək olduğu üçün altını da götürəcək. Deməli, 2-6 B variantı testin doğru cavabıdır. Dır xəbərli şəkilçisinin amonimi dır leksik şəkilçi olacaqdır və bizə də leksik şəkilçini tapmaq üçün həmin dırdan sonra maq şəkilçisi artırmalıyıq. İxtiyari bir sözün tərkibində 2 şəkilçi işlənibsə, o şəkilçinin leksik qrammatik olduğunu bilmirik. O sözlə bağlı hansı fikri əminliklə söyləmək olar? Sözün quruluşca sadə olması, bəlkə o düzəltmədir. Məsələn, əkinçi sözüdür. Quruluşca bəlkə düzəltmədir. Ona görə biri götürə bilmərik. Sözün quruluşca düzəltmə olmasını, bəlkə o, deməli, quruluşca sadədir. Məsələn, deyirik kitab, kitabındır. 2 dənə şəkilçi var, quruluşca sadədir. Ona görə 2-ni götürə bilmərik. Sözün quruluşca mürəkkəb olmaması, mürəkkəb də ola bilər. Məsələn, açıq, ürəkli. Burada da 2 dənə şəkilçi var. Iqnan, lı şəkilçisi. Ona görə 3-ü də götürə bilmərik, dəqiq bilmirik. Sözün yarandığı nitq hissəsini deyə bilmərik. 4 də yanlışdır. Sözün quruluşunu dəyişən birinci şəkilçinin olması. Onu da dəqiq şəkildə deyə bilmərik ki, sözün quruluşunun birinci şəkilçisi dəyişib. Bəlkə bu söz sadədir, heç burada leksik şəkilçi yoxdur. Ona görə 5 səhvdir. Yuxarıdakılardan heç biri 6 doğrudur. Yuxarıdakıların heç birini dəqiq şəkildə deyə bilmərik. Aşağıdakı sözlərdən hansı yaşlı insan birləşməsinin aslı tərəfinin kökünün amonimi ilə eyni köklü təşkil edir? Yaşlı insan sözün kökündə kökün amonimi yaş ismi və yaxud da yaş sifəti olacaqdır. Deyir, onun kökünün amonimli eyni köklü təşkil edir. Yaşlılıq belə buradakı yaşla eynidir, onun amonim deyil. Yaşlanmışam, burada da yenə də onunla amonimdir. Deməli, yaşlısınız, burada da bununla amonim deyil. Amma yaşardıcı sözün kökü yaşdır. Yaşdan yaşarma. Bildiyimiz o yaş parça mənasında. Deməli, ona görə C variantı o yaşlı sözündəki yaş sözünün amonimi ilə eyni köklü təşkil edə bilər. Feildən düzələn sözləri müəyyən edin. Deməli, düzgünlük sözü düzgün sifətindən yaranıbdır. A-nı götürmürük. Deməli, hazırdan hazırlamaq hazırlandı. İstəməkdən istəkli. İstəkli sözü
burada cərgəni pozdu. Döyüş isimindən döyüşçü yaranır. Çünki ç isimlərdən isim düzəldir. C bəndində götürə bilmərik. Dilənməkdən dilənçi düzələcəkdir. Deməli, salamdan salamlamaq, salamlaşmaq, salamlamaqdan qaradan qaralmaq, qaraltmaq, qaraltı daha doğrusu. Burada da qaralmaq feilindən yarandığı üçün bunların hamısında sözün kökü, yarandığı hissəsi feildir. Yararlıdır sözündə, yaradıcı sözündə, boyaq sözündə. Deməli, yaramaqdan yararlıdır. Burada olmayacaqdır. Yaramaqdan yarar olmayacaqdır. Yararlı. Deməli, yararlı sözü olacaqdır. Yararlıdır da orada leksik olmayacaqdır. Yaradıcı sözündə də deməli, yaradıcı sözü olmayacaq. Boyamaqdan boy. Burada bir dənə boyaq sözü uyduğu üçün E variantı testin doğru cavabı olmayacaqdır. Boyamaqdan boyaq ola bilər. 18-dən davam edirik. Cədvələ əsasən uyğunluğu müəyyən etməliyik 18-də. Deməli, leksik şəkilçi qoşulduğu sözün quruluşunu dəyişə də bilər, dəyişməyə də bilər. Bir doğrudur. Məsələn, açıq ürəkli sözündə dəyişməyibdir və yaxud da amma əkin sözündə dəyişibdir. Qrammatik şəkilçi sözün qrammatik mənasını dəyişə bilər. 2 tamamilə yanlışdır. Sözün qrammatik mənasını dəyişən leksik şəkilçi olur. Yəni nitq hissəsini dəyişən. Eyni köklü sözlər formaca dəyişə bilsə də, əmələ gəlmə baxımından dəyişə bilməz. Bayaqlarım izah etdik ki, eyni köklü sözlər müxtəlif nitq hissələrindən yarana bilər, əmələ gəlmə baxımından da dəyişə bilər. 3 yanlışdır. Ona görə düzəltmə sözlərdə sözün kökü ilə başlanğıc forması eyni ola bilər. Sözün kökü ilə başlanğıc formatı düzəltmə sözlərdə bu heç vaxt eyni ola bilməz. Məsələn, bir düzəltmə söz götürək, əkinçi sözü. Sözün kökü əkdir, amma onun başlanğıc forması əkincidir. Düzəltmə varsa, onun kökü ilə başlanğıc forması eyni ola bilməz. 4 yanlışdır, yanlışın altından doğrudur. Sözün yaranması ilə başlanğıc forması eyni hissəsi ola bilər. Bu da doğrudur. Sözün yaranması ilə başlanğıc forması. Məsələn, əkinçi sözün yaranması əkin isimlə yaranır, başlanğıc forması da əkincidir. İkisi də isimdir. Ona görə yanlışın altından doğrunu götürə bilmərik. Sadə sözlərə qoşulan leksik şəkilçilər sözün nitq hissəsini həmişə dəyişir. Bu yanlışdır. Məsələn, nə götürək? Məsələn, deməli, ç şəkilçini götürək. Məsələn, dənizdən dənizçi. Ç şəkilçisinə, dənizdə ç şəkilçisi qoşuldu, amma onun quruluşunu dəyişmədi. Ona görə 6, daha doğrusu, sözün nitq hissəsini dəyişmədi. Ona görə 6 yanlışdır. Yanlışın altından doğru cavab. Testin doğru cavabı 1, 4, 6. Verilmiş sözlərə əsasən aşağıdakı uyğunluğu müəyyən etməliyik. Sayğı sözü sayğı düzəltmədir. Deməli, yolxucu sözü yoldan yoluxmaq ucu düzəltmədir. Sevdə sadədir. Fəaldən fəaliyyət, bələddən bələdiyyə. Bugünkü ilə çox variantlı mürəkkəbdir. Aramaqdan şıdırdır burada, şıdırmaq. Qızarmaq sözü də sadədir. Deməli, bu testdə 2 dənə sevda və qızarmaq sözü sadədir. 2 yazdıq bura. Neçəsi düzəltmədir? Yox, 1, 2, 3, 4, 5. 5-i düzəltmədir. İkisi də mürəkkəbdir. Testin doğru cavabı A bəndidir. Və son olaraq 20-ci testə nəzər yetirək. Quruluşçu düzəltmə sözdür. Hər ikisi düzəltmə sözdür. Biri A yazsa, qızarmaq sözü, qızartdırmışdıq bu formada. D-də deyir ki, tərkibindəki demək, 2 leksik, 3 qrammatik sxeminə uyğundur, doğrudur. E-də deyir ki, kökünü və yarandığı nitq hissəsini əminliklə müəyyən etmək mümkündür. Kökü qızarmaq feili, yarandığı hissəsi də qızartmaq feilidir. Bu da doğrudur. Deməli, 1A olanda D-E doğru olduğu üçün A variantı doğru cavabdır. 1A olanda E variantı, burada AB olanda E variantı natirazda olacaqdır. Bir dənə bura baxaq. 1A olanda niyə bu doğru cavab deyil? F-ə baxsaq, yazışı və deyilişi arasında 2 fərqli məqam var. Qızartdırmışdıq, bir dənə fərqli məqam var. Ona görə 1A olanda F olmaz. Sonra 1B olanda C-yə baxaq.
C-də deyir ki, tərkibinə görə təhlil iki cür düşünülə bilər. Bəli, ayaqlanmışdır sözündə kimsə ayaqlamaq mənasında la-nı, bir də uşaq ayaqlanında bütövlükdə götürəcək. F-də dedi ki, yazılış və deyiliş arasında iki fərqli məqam var. Ayaqlanmışdı. Ayaqlanmışdı. R düşür. 3 dənə fərqli məqam oldu. R da burada düşmüş olacaqdır. Ayaqlanmışdır. Ona görə 1B olanda F variantı olmaz. Bu da təsdir. E-yə baxsaq, kökünü və yarandığını hissəsini əmrlə müəyyən etmək mümkündür. Bu fikir B-yə getmədiyi üçün D variantı da yanlışdır. Bu söz yaradıcılığına aid olan testlərin izah edir dostlar. Növbəti bölmələrdə görüşərik. Salamat qalın. Videoların davamlı olmasını istəyirsinizsə, bəyənin, rəy yazın və kanala abunə olmağı unutmayın. Salamat qalın.